Rəsmi İrəvanla sülh istiqamətində atılan birgə bu təşəbbüslər fonunda vaxtı ilə Ermənistanın işğal etdiyi ərazilərə qayıdış prosesi davam edir. 2026-cı ilin ilk qayıdış prosesi Ağdərənin bir neçə kəndində reallaşıb. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə Ağdərə rayonunun Çıldıran, Aşağı Orataq, Heyvalı və Çapar kəndlərinə köç kərvanları yola salınıb. Belə ki, Ağdərənin Çıldıran kəndinə 13 ailə 48 nəfər, Aşağı Orataq kəndinə 31 ailə 119 nəfər, Heyvalı kəndinə 19 ailə 74 nəfər və Çapar kəndinə isə 26 ailə 96 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 92-ci illərdə Tərtər rayonuna məcburi köçkün kimi gəlmişik. 92-ci ildə qardaşım Natiq Həsənov şəhid olub. Şükürlər olsun bu günə şəhidlərimizin, qazilərimizin sayəsində 33 ildən sonra torpağımıza, vətənimizə qayıdırıq, öz evimizə qayıdırıq. 2020-də vətən müharibəsində də tək balamı, kəşfiyyatın komandiri Xəyal Aslanovun anasıyam, şəhid Xəyal Aslanovun anasıyam. Cənab Prezidentimizə Allah can sağlığı versin. Cənab Prezidentimizin söz savaşının, siyasətinin sayəsində, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində biz yurt torpağımıza qayıdırıq. Təəssüratlarımız çox yüksəkdir. 34 ildir bu günü gözləyirdik. Allahın bu gününə şükür. Birinci bu günü bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Şəhid ailələri qarşısında baş əyirəm. Prezidentimizi Allah qorusun. Bu günü bizə bəxş ediblər. Biz bugün gedirik doğma elimizə, babamıza. Bu günə şükür. Prezidentimizə minnətdarıq. Biz Allah'a bu günə şükür ki, xalqımız azadlığa çıxıb, xalq hamı və bu günü gözləyirdi. İndi şükür bu günləri biz kəndimizə gelirik, evimizə, eşiyimizə sahib olmaq üçün gelirik. Sağ olsun, prezidentimizə minnətdarıq. Bu günlərə şükür ki, biz artıq öz vətənimizə qayıdırıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. O şəhidlərin səbəbinə, o döyüşçülərin səbəbinə biz öz doğma torpağımıza qayıdırıq. Artıq bu gündən biz özümüzə qaçqın deyəməyəcəyik. Çox doğma isti, adam özünü çox rahat hiss edir ki, artıq vətəninə gedir. Qeyd edək ki, keçmiş məcburi köçkünlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.